Bax, indi biz dana, toyuq əti filesi ilə, bir də quzu quyruğu ilə olan quzu servlatımızın istehsalını. Ustamız birinci fileni atırır. Öz toyuqlarımızın məhsuldur, filedir. Bu dana ətidir. Tərtəmiz, kuterdir bu. Əti xırdalayır. Bu da dana ətidir. Bu da dana ətidir. Bu da dana ətidir. Bildiğimiz dükkanda sattığımız erkek danaların etləridir. Bu da yine de toyuq ət filesidir. Əlavə. Usta, bu nədir? Bu da ədviyyatdır. İndi bunu bırakırıq, tam həll olandan sonra quyruğun vuracaq. Tamam. Bu da bizim servulat hazırdır. Bunun tərkibində dana əti və quzu əti qarışığı, toyuğun filesi və bir də quzu quyruğu. Quzu quyruğu həm bastırmadır, 10 gün bastırmada qalır xüsusi ədviyyatlarla ki, o da xüsusi tam verir bizim kalbasalara. Bir de kuzularımızın bildiğimiz çiğ ağ quyruqları. Bundan sonra artık şpritse gedib abaloçkalara vurulacaq. Ondan sonra da pişməyə. Değerli müşteriler, bakın attığımız etleri kuter deyilən aparat makina tam həll elədi. Ondan sonra quyruğumuzu vururuq. Bu bastırma quyruqdur. Ona xüsusi dad verir.